Bəzi hallarda insan elə zənn eləyir ki, dünyanı müstəqil olaraq deyil, Allaha və axirətə görə sevir. Yəni Allaha xatir sevir, axirətə xatir sevir. İnsanların əksəriyyəti belə zənn eləyirlər. Lakin həqiqətdə onun dünyaya olan bu məhəbbəti müstəqil şəkildə elə sırf dünyaya xatirdir. Dünya üçündür. Allaha və axirətə xatir olan dünya məhəbbətinin bir neçə əlamətləri var ki, bu əlamətlər o şəxsdə mütləqdir ki, olsun. Birincisi budur ki, günahı sevməmək. Günahı sevməyən şəxs də ona vacibdir ki, günah eləməsin. Yəni, bir şəxs günahı sevməyərək necə günah eləyə bilər? Məsələn, bir şəxs bir yeməyi sevmir. Sən yeməklərdən birini sevmir, necə o yeməyi yeyə bilər? Başqasının malına tamah və həsəd aparmamaq. İkinci məsələ budur ki, bu əlamət o şəxsdə vacibdir ki, olsun. Başqa bir şəxsdir, onun malına, elminə, var-dövlətinə tamah və həsəd aparmayasan. Üçüncü isə simiclikdən, təkəbbürdən, düşmənçilikdən və ən əsası özündən razılıqdan uzaq olasan, düşmənçilikdən uzaq olasan. Ən əsası da özündən razı olmayasan. Əgər bir şəxs özündən razıdırsa, yəni onda məniyyət ideologiyası varsa, mən ideologiyası varsa, o şəxs dünyanı müstəqil olaraq dünyaya xatir sevir. Maddi məsələləri sevir. Yəni, o maddi məsələləri metafiziki və yaxud da metafizikadan yüksək bir məsələlər üçün məsələlərə xatir sevmir. Yəni, Allaha xatir sevmir. Həzrət Əli əleyhissalam buyurur, kim dünyaya ibrət gözü ilə baxsa, bəsirəti açılar. Yəni, görüş potensialı yüksələr. Görüş ideologiyası yüksələr. Kim əgər dünyaya gözü dolusu baxsa, onu kör edər. Yəni, gözü dolusu dünyayı sevərək baxsa, dünyaya məhəbbəti olaraq baxsa dünyaya. Onu kör eləyər, qəlbin qaraldar. Dünyaya alıcı gözü ilə deyil, satıcı gözü ilə bax. Çünki bu dünyada sən müvəqqətisən. Müvəqqəti bir həyat sürürsən. Müvəqqəti bir yaşamdasan bu dünyada.